Pasiyentin implant ölçülərini götürürük, skanner vasitəsilə götürürük. Bu ağız içi bir kameradır, sanki şəkilləri birləşdirir belə. Böyüyən pasiyentlərdə filan çox effekt verən bir işdir. Burası bu qədər bəsit, bu qədər rahat bir şəkildə bunlar işlənilir. Açırıq biraz. Bu demək olar ki, işimiz burada bitdi artıq. 4 ədəd implant var, 2 sağ, 2 solda olmaqla və burada da görüntülərini göstərim ki mən. İki tərəf bu sağ tərəfin implantları, bu da sol tərəfin implantları olmaqla belə ölçülərini götürmüş olduq. İndi çənələrin birləşməsini də götürüb işimizi tamamlamış olacağıq. Çənələrin ölçüsünü götürdük. Ümumi belə baxsaq, aşağı çənəni birləşdirib artıq ölçünü götürmüş olduq. Yəni burada sistem tamamilə digital gedir. Burada ölçüdə ümumiyyətlə texnik heç gips filan görmür. Bu ənənəvi olaraq öyrəşdiyimiz gips modellər filan ki var. Burada gips filan görmür. Hamısı digital olur. Rəqəmsal olur. Texnikdə oturur kompüterin arxasında belə dişlər burada dizayn edir filan. Normal gözəl bir şəkildə əsasən zirkoniumlar işləyirik belə. Gözəl bir şəkildə gətirib pasiyentə təhvil verir. Bu işlərin bir gözəl tərəfi də odur ki, primerikalarda filan da burada dəqiq götürüldüyü üçün, rəqəmsal olduğu üçün birbaşa gəlib iş olduğu formada oturur. Yəni sıxıntılara çox az hallarda rast gəlirik ki, burada oturmadı, burada təkrar get-gəlli işlər olsun filan. Yəni pasiyentin klinikaya gəliş sayını da azaldır, ümumi əlavə işçilik zamanını da azaldır və səliqəli şəkildə gedir. Ölçü filan xəstənin boğazına dolsun etsin. İmplant ölçülərində bilirsiniz açıq qapalı metodlar var. Qaşıqlarla ölçü götürəndə açıq qaşıqda ələxüsus bir transferləri birləşdirmək də, eləmək də, ağızda çox qalmağı, ağzını çox açmalı ki, xəstə oradan transferləri açıb çıxarda biləcək. Bunlara son qoyulur bununla. Amma o demək deyil ki, bugünün texnologiyası tam təkmil proqramdır. Tam təkmil də proqram deyil. Bunun da bir qüsurları var. Bir də görürsünüz arxada olan implantlar falan götürə bilmir. Amma yəni tək bu markanın yox, ümumiyyətlə skanların deyirik. Amma ümumilikdə işin 90%-nin öhdəsindən gəlir ki, yəqin ki, biraz da işləyib modernləşdirəcəklər daha da bunu.